Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 9 yaşlardan ibarət Respublika çempionatı qaldığı yerdən davam edir fasilədən sonra. Bu mübarizələr Respublika çempionatında davam etməkdədir. Və bu görüşdə Diniyev kollektivi ilə Lamasya komandası üstə gələrək komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümid edirəm maraqlı məhsullar oyuna şahidi olacağıq. Meydana sol tərəfdə ən formada Diniyev kollektivini, sağ tərəfdə göy ağ formada isə Lamasyanı görürük. Diniyev oyuncusuna qarşı qayda pozulmuşdu. İndi standart vəziyyət izləyəcək Elmin Məmmədli. Duran top şanslarının gəlimi deyək. Hər zaman standart vəziyyətdən fərqlənməyə bacaran bir oyuncudur. Elmin Məmmədli topun arxasında 3 nəfərdən ibarət canlı səhət var. Yəqin ki, birbaşa qapıya zərbə olacaq. Zərbə və gol! Elmin Məmmədli. Belə şansları heç boşa verərmi? Fetver bağışlamır. Topu da torlara yollamağı bacardı. 1-0. Görüşün ikinci dəqiqəsində hesab açılır. Diniyev kollektivi 1, Lamasya 0. Görə rəqibin buna cavab olacaqmı, yoxsa üstünlüyü artacaqmı indi? Lamasya nəvləsi burada. Elmin. Zəfər yerində. Gövdəsi ilə zərbənin qarşısını kəsmişdi. Buraya doğru ötürmək istəyi keçmədi Elmin. Cahid Əhmədov. Cahid. Qarayev. Əhmədov. 2 nəfərin arxasına topu çıxarmaq istəyirdi. İbrahim qatıldı əmləyə. Məhəmməd Yunisovun zərbəsi, müdafiənin müdaxiləsi var. İbrahim ötürməklə başladı Məhəmməd Yunisov. İbrahim Qarayev. Elmin düşündü. Elmin Məmmədli. 2 nəfər birgə şıqadı onun üzərinə. Ən geri Murad Əzizli. Rəqibində təzyiq var. Lamasya oyuncuları top ələ keçirdi. Zərbə isə keçid yoxdur. Korner. Lamasya kollektivi bərabərlik qolunu axtarır. Yox, çağırılıb pas verilir. Murad Əzizli. Cahid. Bravo, malades. Mübarizə. Məhəmməd Yunisov bir rəqibini aldatmağı bacardı. Səmti cinağı dəyişmək istəyirdi, alınmadı. Bravo, malades. İçmək yerində. Tez oyna. Yeni Ösaf təzyiq etdi. Belə bu təzyiq öz bərəsini göstərdi. Altdan topa ilə daxil ediləcək ki, Elmin. Topun yanına yollandı Elmin Məmmədli. Atlanma. Yox. Götürüb çıxmasın. O geçsin yox. Bir də xatırlaq, Diniyev kollektivi minimal hesablı üstünlüyü var. Məhz Lamasya önündə. Aver Zumanov, Cahid Əhmədov. İbrahim Qarayev altdan top oyuna daxil edəcək. İbrahim. İbrahim Qarayev, Elmin. Bir ara ötürməsi. Cıda tez çatır topa. Yüksəlik qazandır da burada Elmin Məmmədli araya girmişdi. Elmin. Bir ara ötürməsi keçmədi. Alar Erzumanov. Məhəmməd Yunisov. Zərbə alınmadı. Elmin. Çox təhlükəli həmlə idi. Elmin Məmmədlinin zərbəsinə soluna qaçıran bir toxunuşu var idi. Bəli. Refer də bunu işarə edir. Korner küncdən zərbə.
Fake atıldı, zərbə alınmadı. Kaç içmeden. Başla. Anar Erzumanov riskə getmədi, topu meydandan çıxardı. Korner. Kaç saniye kadar. Oyna orada. Bir oyna. Sağda. Emiş var. Sağda. Elmin Məhmədli, İbrahim Qarayev. İbrahim bir anda düzelt ötürməsi. Cahit. Lissə də top meydanda saxlanma mümkün olmadı. Lamasya kollektivi qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Elmin, İbrahim Qarayev. Referi qayda pozuntusu qeydə aldı. Standart vəziyyət zərbəsi. Elmin yenə topun arxasında kifayət qədər məsafə var. Məsələ duran top şansında standart vəziyyətdə fərqlənmişdi Dinev kollektivi. Qolun müəllifi isə Elmin Məhmədli olmuşdu. Ta bir top itkisi, zərbə və gol! Cahit! Tamamlamağı bacardı. Cahit Əhmədov qolun müəllifi olur. 2-0. 2 cavabsız gol var artıq görüşdə. Beşlarlar da bizə məhz yaxın planda Cahit Əhmədovu göstərdi. Hesabdan bəhs edərkən daha bir qolun gəlməsi maraq, doğru. Eqamda. Görüşdə artıq 8-ci dəqiqə oynanılır və Dinev kollektivinin, Dinev futbol məktəbinin Aydın Qasımovun yetirmələrinin 2-0'lıq üstünlüyü var. Bu da yeni bir həmlə. Daha bir gol mu gəlir? Yunisov zərbə qapçı dəv etdi. Təkrar həmlə orta. Mübarizə davam edir. Arda çəklər. Önündə arda epizodlar izlədik. Anar Erzumanov. Arda cəhdlər izləyirik. Lamasyanın qapısı isə pis çıxış etmir. Bu zərbələri dəf etməyə nail olur. Nevisə fərqi bir qədər də artırmaq üçün həmlələr. İbrahim Qarayevdə möhtəşəm həmlələr izlədik. İbrahim. Lamasyanın həmləsi burada Yunisovun da müdaxiləsi var idi. Muradda qalır top. Murad əzizli. İbrahim. Lamasya oyuncularda qaldı. Bir an ötürməsi keçmir Elmin. Anar Erzumanov. Anar aldatıcı cəhdlər. Ara ötürməsi yaxşı alındı. Cahit. Zərbə cəhdi. Müdaxilə var idi. Başlağa başlıyor. İbo hazır ol. Ola. Gel. Fake atıldı. Sonra zərbə gəldi. O bir ev tapşırığı idi. Elmin. Elmin Məhmədli uzaq məsafədən zərbə. Bax bu tiri. Süper. Aladı. Elmin hər kəs intizarda saxladı, amma nəticə hasil olmadı. Çox yaxşı zərbə indirmişdi. Dirək mane oldu topun torlara yollanmasına. Bu arada Anar Erzumanovun əvəzinə Rəsul biz meydanda görürük. Oyna. İlan, cəhd düşün elmə. Ayağa kim istəyir?
Başla da. Yunisov. Sürət hesabına. Mübarizənin qalib tərəfində top meydanda saxlamağı bacardı. Yunisov hər şey etdi, zərbə. Başla ayarlarsan, ayarlarsan. İbrahim Qarayev. Cahid Əhmədov. Korner. Başla başlayın. İbo Cabra. Kalas. Rasul. İbo Cabra. Rasul. Cabra Rasul. Gel. Rasul serbest. Demiş olsun. İbo. Çek ona. Gel. Gel. Rasul sen bıraksın. Rasul sen bıraksın. Al topu. Al topu. Topu. Lamasya nəmləsi dirəkdəydi. Ondakı ən real gol epizodu Lamasya'dan. Onlar da tilsimi qırmaq istəyirdilər, amma alınmadı. Ali, aralaş. İndi korner. Elmin qarşılamışdı. Mehmet Yunisov mübarizə aparır. Ötürmə Rəsul. Rəsul. Yaxın güncünü düşündü. Sonunda qapıcının bir müdaxiləsi var idi. Başla başla gel. Nasıl boşa doğru. İçeri gir nasıl içeri gir. Emiş var. Emiş. İbrahim Qarayev. Rəsul Aliyev. Ara ötürməsini verməyə bacardı Elmin. İbrahim yenidən Elminlə oynadı. İbrahim Qarayev. Ayağa başlasın ayağa. Ara ver. Ara ver. İndir. İndir. Elmin ötürməni xudaraya yerdə. Elmin Məmməddi. Rasul. Rasul çek sola. Sola gel. Dinev kollektivinin 2-0'lı üstünlüğü var. Bir daha hatırladıq. Lamasya önündə yenə təzyiq edirdilər. Oyna. 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 Yere çıkarsın. Yere çıkarsın. Elmin qabaqladı. Mehmet Yunisov. Cahid Əhmədov. Lamasya oyuncuları topu müdafiədən çıxarmaq çətinlik çəkir. Rəsul amma referi burada. Bəs Dinev kollektivinin qaydanı pozduğunu işarə edirdi. Rasul sola gel. Ötürmək keçmədi. Anar Ərzumanovu biz yenidə meydanda görür. İndi bəslik edən oyuncunun ötürməsi. Cahid Əhmədov. Cahid zərbə. 2 nəfərin təşkilində topu çıxarıb zərbə indirməyi bacardı, amma qapıcı keçid vermir. Mübarizə davam edir. İbrahim Qarayev. Cahid. Alaş bunu. Alaş bunu. Elmin. Rəsul Əliyev. Burada əzizlik keçid vermədim. Elmin. Elmin Məmməddi. Rəsul Əliyev. Topa çatma mümkün olmadı, qapıdan zərbə. Tez başla, Hilal var, tez başla. Görüşdə artıq 2 hissədə 15 dəqiqəlik geridə qoymuşuq. Son 10 dəqiqəlik hissədə bunu da xatırlatması edək. 2-0'lık üstünlüğü var.
2 cavabsız gol var görüşdə. Dinev kollektivi 2-0 hesabı ilə öndədir. La Masia önündə. Tələsmə. Əli oyuncu. Anama belə gəlsin bana. Gəl, Hikmət ortaya gəl. Anar Erzuvanov. Yine bir. Tez başla, tez ele. Yaxşıca. Pas. Tez başla da. Bitirmə ilə başladılar. La Masia'nın əmləsi bir aldacı zət. Burada İbrahim Qarayev qarşısını kəsdi. Cahitlə mane olurdu və top da qapının üzərinə meydanı tərk etdi. Aynen. Mesafe çok üstüyle ama çok. Elmi Məhmədli bir aldacı zət. Bravo Eli, malades. Pasına çık. Anar Zumanov rəqiblə mübarizə aparır. Rəsul Əliyev. Bravo Resul, bravo. Rəsul yaxşı çöndü. Müdaxilə var idi. Qarşılıqlı mübarizə izləyirik. Anar. Ötürməsi Məhəmməd Yunisov. Top qapıdan yan keçir. Ayağa başlasın, başlara. Resul ayağa başlasın. Yere düşmesin ha. Bırak versene üstüne. Elmin zərbə. Uzaq məsafədə Elmin Məhmədlidən zərbə izlədi. Yeri gəlmişə qeyd edir ki, məsələ görüşdə hesabı Elmin Məhmədli açmışdı. Sağ ol, Eli, sağ ol. Ayağa çıksın. Ayağa. İbrahim Qarayev. Ara ötürməsi Elmin. Rəsul gözləmirdi sanki ötürməni Rəsul Əliyev. İbrahim. Bir pas izlədik. Dilev oyuncularından. Yunisov. Beyler başlıyor. Ünal özlerime Cengiz. Yatma. Anlarsın. Ben İçme. Ay içme. Gel ortaya. Emiyor. Düştü ortaya. Düştü. Yorulmuş sana. Ha? Ünal yardıma gel. Sana. Lan başlasın. Haydi lan. Başlama. Buraya başlasın. Elmin. Mehmet Yunisov. İbrahim Qarayev. Atla topuna daxil ediləcək İbrahim Qarayev. Qapı qarşıda başla zərbə. Elmin uzaq küncə gözləyirdi, başla zərbə indirdi. Az fərqlə top qapıdan yan keçir, fərqi bir qədər də artırmaq İstəyi Dinev kollektivindən. Rəsul Əliyev. Rəsul. İbrahim Qarayev. Anar Erzuvanov zərbə indirə bilmədi. Anar indi yenidən təzyiq edirdi. Elmin Məhmədli. Elmin gövdəsi ilə rəqibini qarşısını kəsir. Bu mənimsəməsinə rəqibi mənimsəməsinə imkan vermədi. La Masia'nın indi əmləsi ola bilər. Bir daha İlan, gir mübarizəyə. Ha içmə. İbrahim Qarayev bir rəqibini yola saldı. İbrahim aldacı zətlər. Bir ara ötürməsi, hər şey etdi, tamamlamaq lazımdır. İki hissədə son 5 dəqiqə. Bunu da xatırlatmasını edək. Elmin Məhmədli bir aldacı zət. Rəqibini yola saldı. Qapı qarşısına ötürmək isə 2 keçmədi. İndi La Masia. Eksima çıxmaqda çətinlik çəkir. Hətta bu bir qədər də uzaqlaşdırmaq cəhdi idi. Ötürmə xarakteri daşımırdı. Aşırı kaldı.
Mehmet Yunusov. Mehmet. Daxil olsa da yıxılmadı, amma ötürməsi də istənilən kimi alınmır. İndi qapıdan zərbə olacaqlaması adına referi ilk hissəni bitirdi. Eçer Harun müfasirdən sonra yenidən bir yerdəyik.